Bugün sizə Çin mədəniyyətini sizə dərindən anladacaq 2 dənə film tövsiyəsi edirəm. Birincisi Da Hong Deng Long Gao Gao Gua. Film 1920-ci ildə Çin belə deyək, mədəniyyətinin necə olduğunu bizə çox yaxşı əks etdirir. Filmdə oxumuş, təhsil görmüş bir xanım bir varlı kişiyə dördüncü arvad olaraq verilir. O filmdə qadının narazılıqlarını, əvvəlcə tabe olmaq istəməməsini, sonra isə hamı kimi tabe olduğunu göstərir. İkinci isə Yuan Wang Nanfang da Tongnian. Bu isə Çinin sürətli inkişafının gətirdiyi boşluqlar, hətta o illərdə 2003-2004-cü illərdə necə iş üçün gedərkən uşaqları tərk etdiklərini, uşaqları və qocaları tərk etdiklərini əks etdirir və rejissoru həmin tərk olunan uşaqlardan biridir. Orada əsas xətt iki uşaq ətrafında gedir. Bir oğlandır, bir qızdır. İkisinin də atası və anası Şəncənə iş dalınca gedir və onları tərk edirlər. Hətta oğlan atası da anası da tərk edir və o ağacın altında, tərk olunduğu ağacın altında onları görür. Və kənddə bir müəllim olur ki, o bu uşaqlara baxır. Sonra isə müəllimin açdığı məktəbdə lisenziyaya görə bağlanır və bu uşaqlar tamamilə yuvasız qalırlar. Ümid edirəm bu post sizin üçün maraqlı oldu. Növbəti videolarda görüşərik.